Fövqəladə Hallar Nazirliyi bir daha kiçik həcmli gəmi istifadəçilərinə müraciət edərək gəmilərin təhlükəsiz istismarı qaydalarına ciddi riayət etməyə çağırır. Belə ki, kiçik həcmli gəmilərin sürücüləri səfərə çıxmazdan əvvəl gəminin sazlığını müəyyən olunmuş normaya uyğun xilas etmə və zəruri avadanlıqlarla təchiz olunmasını təmin etməli, gəminin sərnişin və yük götürmə qabiliyyəti üzrə məhdudiyyətləri nəzərə almalı və sərnişinləri gəmidə təhlükəsizlik qaydaları haqqında təlimatlandırmalıdır. Həmçinin səfər vaxtı üçün proqnozlaşdırılan hava şəraiti öyrənilməli və gəminin üzə biləcəyi maksimal dalğa hündürlüyü və küləyin sürəti nəzərə alınmalıdır. Yadda saxlamaq lazımdır ki, yelkənli və mühərrikli qayıqlar yalnız onların gəmi biletlərində göstərilmiş küləkli və dalğalı hava ilə bağlı məhdudiyyətlərə riayət etməklə hərəkət edə bilərlər. Kiçik həcmli avarlı qayıqların isə küləyin sürəti saniyədə 7 metrdən artıq olduqda dənizə çıxması qadağandır. Eləcə də dumanda və görmə məsafəsini məhdudlaşdıran və səmtləri müəyyənləşdirmək mümkün olmadığı digər əlverişsiz hava şəraitində kiçik həcmli gəmilərin hərəkəti qadağandır. Sərhəd sularında balıq ovu ilə məşğul olmağa və digər işlər yerinə yetirməyə yalnız günün işıqlı vaxtı icazə verilir. Unutmaq olmaz ki, qaydalara biganə yanaşmaq həyatımız üçün təhlükə yaradır. Baş verə biləcək hər hansı təhlükə zamanı 112 qaynar xəttinə müraciət etmək lazımdır.